Bu ne simpatişli dedikti. Benim çok yaraşıklıyam mı? Maşallah, hə, yaraşıqlı. Başa düşürsən, qızlar mənlə ötürü da divanədir. Direktim dağılır, reklam nömrələrim dağılır. Getdik. Maşallah. Ha, doğru. Ha. Bak bunu da bırakın bunu. Elə doldur tökürük. O ilıq sudur, o tökdüyünüz. He, ilıqdır. Soyuq su olmaz ha. Yumurta indi qoşulub da indi. Onun hamısını neçə dəfə su dolduracaq onu? Qapağını açın, rahat tökün də onu. Hərəsinə bir qap töküləsiniz. Ayağa kapan arasa burada yumurtaları yok. Buradan böyle tökürsən. Ama bir de burada yumurtanı... Bir sonra biləcək ya mənim suyu azdır, çoxdur. Ekranın yanlarında mən də başa salacağım sizə. O hamısı özü deyirdi orada sizə suyu azdır, ya suyu Burada çoxdur. yazılır hamısı. Ağıllı indi bax. Burada yazılır. Ne ki şişirmiş ha bu. Sonra tökdün yerə. Eski nesil hocam. Yox şeylə gətir, çaydan lülüşü ilə gətir elə. Yoksa tökürlər bilir bunlar. Yox, ölçü. Mənim olmaz çaydan lülüşü ilə. Lülüşü deyə salona tök geçsinlər, onunla gecdir. Yox, ölçü ilə olmalıdır. Lülüş məsələsi deyil. Həqqi. Saçıma ne olur? Lopta geçer kırkıflar. Ne olur ki saçıma? Simpatiya ya mey, simpatiya. Saç desem məndə, qaş desem məndə, qarın desem məndə. İndi hər dəfə elə o mənim, o hava kimi dolacaq ha mənim elə be. Çox Birinci dəfə hərəsinə bir o qabla bir su tökürsüz. Hə. Ondan nə kadar iş yerə? Baxın, o 100 mililidir, 100 milini 3 o qabı Hər gün töyməliyəm. ola bilər hər gün lazım ola bilər, ola bilər bir gündən bir lazım. Evin nəmişliyinə, temperaturuna baxır da. Ev deyəndə bura sərindir, bura elə çox qızmır bu otaq. Onu gündə Bax, bir dəfə. girəcək isti olur, girəcək isti olur. Bura elə çox qızmır. Orada töküldü deyil, ha bax onun üstünə. Onun tokunu taxın da siz. Tokun başlasın işləməyə. Hardan taxacam tokun deyil, ha hə. Onda televizor altlığı sönəcək. Işığı çox yazır müəllim bu. Aya 1 manat yazmır heç. Hə. Düzdür, çox ekonomludur. Deyil, tokun deyiləm ki, deyil, o otaqda deyil ha. Deyil, tokun buraya gətir. Все, taxdıq. Taxdınız. 8 bak özləri quluflar lazım. 37-8 olur ördəyinki. Yox. Yəni mən deyəcəm ördək moduna qoyasınız. Toyğunki neçədir? 37-5. 8. Bu avtomatikdir. Orada ördək şəklinin üstünə qoyasınız. Özü lazım olan hər günün eyni temperaturunu verəcək. Siz buna sadəcə su əlavə edirsiniz. Başqa heç bir şey. Sadəcə su. Hə. Həqiqətən gözəl şeydir aşağılar. Su ilıq olmalıdır. Bax əvvəlcədən deyirəm sizə. Əgər soyuq su tökürsünüzsə o ziyandır ona. Yox, normal sudur, ilıqdır. Yəni ev şəraitində olmalıdır. Nə isti olmalıdır, nə soyuq olmalıdır. Otaq şəraitində olmalıdır. Normal mənim suyum. Yox, qutardı. İndi plusla minusu basılı saxlayın. Orada üstə gələn çıx işarəsini ikisini birdən. Üstünə basacağım. Ha, siqnal gələndə buraxarsınız. Buraxın. Hə, buraxdım. Mod yazılan yeri var, mod. Mod, deyim mod, hə. Onu bir dəfə basılı saxlayın. Bastım. Toyuq gəldi. Yox, bir dənə də vurun. Prosta ördəyin üstünə qoyun, ördək şəklinin üstünə. Bir dənə də vurun. Bir də vurum. Bu nədir? Ördəkli qazdı. Ördək. 8 görsən. 38 3. Maşallah 8-5'dir. Nə getdi? İnkubator 40 dəqiqədən sonra öz-özünə gələcək. 40 dəqiqədən sonra. Temperaturdur, Yəni nəmişlikdir. suyudakı nə? Suyu bir dənə şey oldu, suyu. Suyu bir dənə şey oldu. Nə oldu? Soyuq tökmüsünüz? Yox, tez şey olacaq da. Tez tökməliyəm buna su. Gündə bir gündən bir yenə deyirəm də otaqdakı şimdi temperaturu bir Suyu hardandır? Suyu az olanda hardan biləcəm? Suyu azalanda deməli orada aşağıda 60 yazılır, görürsünüz. Ha, 60. Ha, deyə 60. Onun üstündə neçə yazılır indi?
Onun üstündə 60%'dir yazılır. 60% görürsünüz. Aşağı sizə necə deyim, təlimatdır da. Aşağıda 60 göstərsə, yuxarıda da 60 olmalıdır. Yuxarıda 81 göstərir axı deyəsən. Hə, 81'dir. Hə, 81 göstərir. Yarım saatdan sonra onlar bir-birinə bərabər olacaq. Ha, 60, ikisi de 60 olmalıdır, elə? 60 olacaq, bəli. Əgər yuxarıdakı 60-dan aşağı 40-a düşürsə, onda bir qap suyu 3 dənə yerə tökürsüz. Burası üstteki de şeydi de nəmişlik üçündür. Hə, nəmişlik əgər içəridə çox olanda 70-ə qalxanda onu açırsınız bir 10 dəqiqə. İçərinin nəmişliyi çıxır, bərabər olur, sonra bağlayırsınız. Ora həmişə bağlı olmalı. Ha, buradaki yumurtanı göstərir. Yani işığı tutsan yumurtan burada göstericinde imaylanma var ya. Post edebilir, telefonla edebilirdik. Bak, bura bak. Öz ışığı olur onun. Bak, bu değişik. Öz işığı. Orada lap aşağıdakı knopkana basın, işıq yanacaq. Açıq olur, deşik. Ha, deşik. Böyle desin, görsən nəmişlik çoxdur, bir açırsan nəmişliyi çıxır. Ha, Sonra örtürsən belə. ha. Nəmişlik harada göstərir be? Deyir burada. Ekranda göstərdi. Orada 60 var ya, 60-ın üstündəki 81 nəmişlikdir. Nəmişlik nə qədər olmalıdır? İndi bugün 60 olur. Təzə qurduğumuza görə inkubatorun birini Bununla beraber olmalıdır. Bu, bununla yukarıdaki aşağıdakine beraber olmalıdır. 40 dəqiqədən sonra bir-birinə bərabər olacaq o. Suyu tez-tez sökəcəm də bir dənə. Bir. Ha. Allah xeyirli versin Ha, inşallah. çox sağ ol müəllim, təşəkkür edirəm. Allah. İndi nəsə qaranlıq qalsın. Siz yarım saatdan sonra onun ekranlı şəklini çəkib atarsınız da bizə. O nömrəsi var, müəllimin nömrəsini götürsən, bir başa düşmədiyimiz bir şey. Ha, nömrəsi var, Ceyhun xanımın nömrəsi var da. Deyəcəm sizə şey eləyər, yazaram mən sizə. Yaxşı. Uşaqlar deyin xeyirli olsun da. Qiyməti özünə yazarsınız. Burada demək olmaz. Özünə takibatın yazın direktə. İstəyənlər rayonda yaşayana bax görürsünüz. Bir dənə bası çox asandır. Suyun töküsüzcə salıb özü çıxardır. Otaq şəraitində qoya bilərsiniz. İyi qoxu gəlmir rahatçılıqla. İyi qoxu gəlmir da. Gördüyün canım gəlmir. qutardı. Canım qutardı uşaqlar. Canım qutardı. Xeyirli olsun, bol çıxışlar olsun, çoxlu yumurtalardan cüzə çıxsın. Çox sağ olun. Çox sağ olun. Bizlə Birində paylaşın. sizə də göndərəcəm. Birində sizə göndərəcəm. Sağ olun, çox sağ olun. Ha, 2 dənə, bir də çöldə dingibaturum. Bizim inkubator Nə yaxşı bax. Sağ olun, sağ olun. Tamam, təşəkkür edirəm. Buradan çıxay, özüm çıxarım. Hə, çıxardacam. Qaz yumurtası da üstündə şəkil olur, qoy çıxardıram. Uşaqlar üstündə şəkilləri olur. Ceyhuna xanıma da buradan salamlarımı göndərirəm. Çox sağ olsun Ceyhuna xanım, belə gözəl bir şey. İndi bunu qoy onun içinə də. Mən deyirəm, bax bunları. Qoy onun içinə. Mən də tez şeyə baxım, onu kəfin onun içinə qoy onu qılağa. Yıllardır bir özlemdi, yanıp durdu bağrımda.